Yoldaşlar, mən sizə part-time işlərdən də bəhs etmək istəyirəm. İşlər demək də işdən bəhs edeyim, bir dənəsindən bəhs etmək istəyirəm. Az saatlı iş deməkdir part-time, yəni təxminən 4 saatlıq, 5 saatlıq işdir. Düzdür, bundan biri də var, amma o biraz nisbətən çox şərti var deyən ondan bəhs etmək istəmirəm. Deməli, yoldaşlar, bu iş sərnişinlərə VIP nəzarət üzrədir, xanımlar üçündür. Xanımlar üçün olan bir işdir, yoldaşlar. Deməli, orta təhsilli olmalısınız. 18-27 yaşlı bir xanım olmalısınız. Tələbələr üçün deyil, yoldaşlar. Bu, yəni birdən sizlər müraciət edə bilərsiniz. Və yaxud da hər hansı bir iş yerində işləyir, ikinci bir iş yeri kimi həmin şəxslər üçün də deyil bu iş. Əmək haqqısı 450 manatdır. Növbəli iş qrafikidir. Gün ərzində yalnız 4 saat işləyirsiniz. 28 may metrosunun yaxınlığındadır. Belə bir işdir, yoldaşlar. Bu işə müraciət edə bilərsiniz. Gülərizsinizsə, sərgəlisinizsə, xoş və mədəni danışıq qabiliyyətinə sahibsinizsə, diqqətli və məsuliyyətlisinizsə, etik davranış qaydalarına sahibsinizsə, belə bir iş var. Part-time iş, sərnişinlərə VIP nəzarət və xidmət üzrə işdir. Nə iş görürsünüz? Gəlin qısa olaraq da bəhs edeyim. Misal üçün, misal verim də, yəni bir vəzifə öhdəliyindən. Gün ərzində gələn qonaqlara maksimum 10-15 nəfər olur. Onlara çay və kofe verirsiniz, yəni 10-15 nəfərə gün ərzində. İş şəraiti də dövlət idarəsinin gözləmə zalıdır, yoldaşlar. Yəni bir iş yeriniz, dövlət idarəsi var, həmin o dövlət idarəsinin gözləmə zalındadır. Belə bir işdir, nahar da şirkət tərəfindən verilir. Axşam növbəsinə qalarsınızsa əgər, məsəl üçün, dəstək olaraq taksi pulu da sizə verilə bilir. Bu işə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsinizsə, ümumiyyətlə iş tapa bilmənizə çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Siz əgər bu videonu TikTokda görürsünüzsə, o halda Toğrul Ləzbu adlı kanala daxil olun. Elə adımıza toxunun. Orada toxunduqda profilə daxil olmuş olursunuz. Orada əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz. Yox, əgər bu videonu YouTube'da görürsünüzsə, o zaman elə videonun adının üzərində əlaqə vasitəsi qeyd olunubdur.